Salam, hörmətli tələbələr, hər vaxtınız xeyir olsun. Mən Ülfət Məlim Şıxəliyev. Bu günlərdə yeni bir videonun qarşınızdayım. Artıq bu bizim demək olar ki, 9-cu sinif buraxılış imtahanlarına hazırlıqla bağlı sonuncu videomuz idi və bundan sonra artıq biz 11-ci siniflərin buraxılış imtahanları ilə bağlı videolar çəkəcəyik və başlayaq birinci sualımıza. Məsələn, belə bir sual düşüb 9-ların imtahanına. Deyir ki, diaqonalı 5/2 olan kvadratın perimetrini tap. Şöyle siz bilirsiniz ki, kvadratın diaqonalı a/2-dirsə, deməli bunun tərəfləri a-ya bərabərdir. Onda belə çıxır ki, bunun tərəfi nədir? 5-dir. Və bu kvadratın perimetri nədir? 4-a. Yəni onda nə yazacağım? 4 dəfə 5-in 20. Cavab olacaq nə? Cavab olacaq elə 20-yə bərabər olacaq. Yaxşımı? Bu qayda ilə bunu həll edərsiniz. Sonra, məsələn, burada belə bir dənə sual var. Deməli, deyir ki, nə deyir? Deyir, x üstəgəl y bərabərdir -13. Deyir, 4x üstəgəl 4y-i tap. İnşallah burada nə edirik? 4-ü çıxarıq mötərizə xaricinə. İçəridə qalır x üstəgəl y. Buradan yazırıq, 4 vurulsun -13 nə verir bizə? 4 dənə -13 verəcəklə -42. Cavab eləyir nə? Cavab eləyir -42. Yaxşımı? Yadımıza saxlayaq bu sualda. Bu tip suallar düşə bilər. Sonra belə bir sual verir. Deyir ki, rombun diaqonallarından biri 4'dür. Digər diaqonal da 4/3'dür. Deyir, bu rombun sahəsini tap ki. Uşaqlar, bilin ki, rombun saha düsturu nədir? Rombun saha düsturu diaqonallar hasilinin yarısıdır. Yəni sən nə yazarsan onda? Sən yazarsan ki, 4 vurulsun 4/3 bölünə 2-yə. Bu da sənə nə verəcək? Bu da sənə verəcək 8/3. Yaxşımı? Yadından çıxartma. D1 vur D2 bölü 2. Cavab edəcək 8/3. Bu formada bunu nə edə bilərsən? Həll eləyə bilərsən. Sonra üçbucaqla bağlı belə bir sual var. Deyir ki, bərabər yanlı üçbucaqda oturacaq 18'dir. Deyir, perimetri isə bunun 30'a bərabər. Yox. Perimetri neçə yazıb? 40'a bərabərdir. Hə, deyir, perimetri 40'a bərabərdir. Deyir, bunun yan tərəflərini tap ki. Necə tapacaqsan yan tərəflərini? Sən bilirsən ki, bunu x desən, nə alarsan? 18 üstəgəl 2 dənə x bərabərdir 40'a. 2 dənə x bərabər olur nəyə? 40'dan 18 çıxanda 22'yə. Deməli, x nə olur onda? X olur 11. Deməli, bunun yan tərəflərinin uzunluqları nəymiş? 11'ə bərabərmiş, uşaqlar. Bunu yadımızda saxlayaq. Sonra, belə bir sual verir bizə. Deyir ki, deməli, qəşəng sualdır. 0, 2, 9, 7, 3. Deyir, bu rəqəmlərdən düzəldilmiş ən böyük və ən kiçik ədədin cəmini tap. Ən böyük və ən kiçik ədədin cəmi. Ən böyük ədəd nədir? 9, 7, 3, 2, 0 bu formada. Ən kiçiyi nə olacaq? 2, 0, 3, 7, 9'da belə. Deyir, bunların cəmini tap. Necə tapacaq? 9, 9, 6, 7, 11. Yəni nə verəcək bizə? 117.699. Yəni belə maraqlı suallar da olur. Rahat suallar daha çox olur 9-cu sinif imtahanında uşaqlar. Yəni özünüzü qorxutmayın, özünüzə inanın. Mən bilirəm ki, inşallah sağlıq olsun sizlər gözəl bir nəticələr əldə eləyə bilərsiniz inşallah.